Bu gün mən RFID cihazını testdən keçirəcəm. Belə ki, arxa fonda yenə də SIM-ə bağlanıb və uğurlu ya uğursuz nəticələr kartlar vasitəsilə təyin edici kart ID-lərə görə agentə yazılıb. İndi kompüterə qoşuram sistemi və yoxlayacağıq. Və yoxladıqda belə deyək ki, məndə 2 dənə kart var. Bir ID uğurlu, biri isə uğursuzdur və telefona zəng gələcək. Avtomatik ID uğurlu ya uğursuz qəbul edirəm bura və gözləyirik. Zəng gəldi. Warning. This card detected. Access denied. Əla. Bu uğursuz oldu. Yəni birinci kart. Digər kartı biz testdən keçiririk. İkinci kart. Və yoxlayırıq. Access granted. Card reader success. Əla. Deməli, 2 kart belə deyək, uğurlu ya uğursuz nəticələr RFID vasitəsilə testdən keçdi və məlumatı agentə oradan SIM-ə göndərdi və arxada loqoları da görürük və məlumat hər ikisi kartın ID-ləri qeydə alınmışdı. Təbii ki, uğurlu ya uğursuz nəticələri biz testdən uğurlu həyata keçirdik.